Paytaxtın Nəsimi rayonu Ağdadaş, Qurbanov və Balababa Məzidov küçələrinin kəsişməsindəyik. Köhnə adı ilə bura Kubinka adlanır. Bəli, bu dəfə həftə sonu köhnə məhəllələr reportajımızın növbəti ünvanı Kubinkadır. Buralara niyə Kubinka deyirlər? Yuxarıda 4-cü paraleldən tutmuş, bax bu 1-ci paralel nə qədər Quba meydanı olubdur. Yəni Qubadan, o Xızı tərəfdən, Xaçmaz tərəfdən o vaxtı at araba ilə demək buralara gəlirdilər. Kənd təsərrüfatı mallarını gətirib demək pərakəndə satış vəziyyətində satırdılar. İndi bu rus dilində demək şöyle Quba meydanı keçib olub Kubinka. Neçə il burada yaşadın dayı? Çoxdan yaşayırıq. Mən burada anadan olmuşam. Lap yaxşı. Neçə yaşınız var? Xeyli yaşım var, 70-dən keçib. Hərdən deyirlər, məsələn deyirlər ki, keçmişlə bu gün çox fərqi var. Mənim zənnimcə keçmiş yaxşı idi. Çünki burada insanlar mehriban idi, hamısı bir-birini tanıyırdı. İndi hamı dəyişib, hər yerdən gələnlər var. Kubinka cəmaatım demək olar ki, az miqdarda qalıb. Elə əvvəl də yaxşı idi. Yaxşı deyərkən, yəni ki, nə vardı məsələn keçmişdə? Çox adam gedib dünyasını dəyişib. Hərdən deyirlər ki, əvvəlki qonşular daha fərqli, daha yaxşı idi. Biraz uzaqlaşmışıq da bir-birimizdən. Gedib gəlirdilər, misal üçün bir-birinin evinə, bir padarka götürür, bir nə bilim nəsə götürür. İndi yoxdur elə şeylər. İndi elə uzaqlaşırıq da. Bir-birimizdən uzaqlaşırıq. Məsələn, Bakıda Kubinka deyəndə nə fərqlənirdi? Məsələn, Sovetskidən və yaxud da Papaninlə. Alver olub, həmişə burada alver olub. Burada tapılmayan mallar üçün cəmaat bura gəlib. Dublonka idi, nə bilim şarf idi, nə idi, nə istəyirsən burada satılırdı, alınırdı. Defitsit olan mallar burada. Deməli, paytaxtın dörd bir yanından gəlirdilər Kubinkada, həmin o malı axtarıb tapırdılar, hə? Bəli, kimə nə lazımdır? Evinə, uşağına, ailəsinə, cehizlik, mehizlik nə lazımdır? Burada tapmaq olardı. Kubinka deyəndə həm də köhnə məhəllələrdə uzun illərdir fəaliyyət göstərən qalayçılar, miskələr yada düşür. Bəli, bu gün ustalarına bu gün də ehtiyac, tələbat var. Bu mis qablardır, qədim mis qablardır, sonra samavarlardır, müəyyən demək məişət avadanlıqları ki var. Ölkənin demək bir 30% bu işlərə meyil göstərir. Yəni çox sağ olsun, yenə heç olmasa Azərbaycanda 30% demək Azərbaycanın milli sənəti olan miskərlik və qalayçılığa sifarişləri düşür. 70 il bundan əvvəl Baksovetin yanında əlimlə samavarla gəlirdim bura remonta. 70 il bundan əvvəl. Bəli. O vaxtdan var, hə bura? O vaxtdan hala ondan da qabağa burada. Bunların babaları yaşayırdı burada. Mən ölüm. Özdən nəqliyyat yox idi. Elə belə əlimdə getirirdim samavarı. Bu evdə də bir vaxtlar insanlar yaşayıb, artıq yoxdur. Bəli, bugün paytaxtın bir çox yerlərində olduğu kimi Kubinkada da yenidən qurma işləri aparılır. Köhnə evlər, binalar sökülür, yerində yeni binalar, yeni obyektlər tikilir. Hazırda olduğumuz ərazidə də əksər evlər sökülüb, insanlar köçürülüb. Amma hələ də yaşayış olan köhnə evlər, köhnə tikillər var. Buralar sökülüb artıq, bir çox evlər sökülüb, vətəndaşlar köçürülüb. Vallahi yaxşı pul vermirlər bizə bala. Yaxşı pul nə edirsin, nə qədər yəni? Bax 4000-ə istəyirəm mən. Onlar nə qədərdən verir? Onlar vallahi 2700-dür. 2700 bala. Ona heç nə düşmür bala. Bugün Kubinka yenilənir bir gün. Biz bayaqdan gəlir müşahidə edirik, söküntülər var, tikintilər var. Bəli, belə getsə tarixi qovuşacaq. Az qalıb da, hamısını söküblər. Az bir yer, ərazi qalıb. Onlar da söksələr, Kubinkadan heç nə qalmayacaq. Amma nə qədər yeni bina olsa, yeni tikilər olsa, ərazi ilə Kubinka qalacaqmı? Nə bilim, adı qalacaq da, video fasonu dəyişsə də deyir. Kubinka ilə Kubinka qalacaq da. Bu ərazilər hazırda şəhərin mərkəzi olsa da, amma keçmişi, hansısa ucqar rayonumuzun bir kəndini xatırladan aurası, görüntüsü, mənzərəsi var. Burada qeyd olunub çıldaq da var. Qoruqluğu götürmək üçün məkandır. Çıldaq, zəngin düyməsini bas. Bugünkü gündə tələbat varmı? Gəlib gedən varmı çıldağa? İnananlar varmı? Çox. Hələ xaricilər gəlir bura. O Arion Reşkan rejissorunu mən burada çıldaq eləmişəm. Turistlər gəlir,
Koreyadan gələn var, İsveçrədən gələn var, Singapurdan gələn var, ərəblər gəlir. Ən çox İsraildən gəlirlər. Çıldaq deyəndə hamının ağlına, fikrinə gəlir o Maştağa. Çünki hamı elə bilir ki, Çıldaq ilə Maştağa kəndindədir. Əslində buradan gəlin gedib Maştağa, bəlkə bir 200 il bundan qabaq bir növrə ocaq burada olubdu. Bura vaxtilə Tağıyev Çıldağa gəlib, mənim qaynanəmin qohumu var. O derdi ki, baba ilə yaxın olur, o bizim həyətə suyu da o çəkdirir baba. Bugün müasirliyi ilə keçmişin tam mərkəzində olan Kubinkada təxminən 2 saat ərzində gördüklərimiz və həmsöhbət olduqlarımız bu qədər. Növbəti köhnə məhəllədə görüşərik.